Mən indi yıxıldım, pis fikrə qalmışam, hələ indi bədənimdən xəbərim yoxdur. Yolun ortasında, buradan gəlirsən, bu boyda sürətlə, bu yolun ortasında, bax, bu deşik nədir belənçinə? Başladım, yolun ortasında, bax, bu boyda deşik olar, bax, düz yoldur, gəlirsən buradan, buna adam görmürək. Bunu niyə üzərinə bir dənə sementdən zatdan vura bilmirlər bunun böyrünə? Yıxıldım yerə, motosiklet sürüşdü, indi Allah eləməsin, indi arxadan indi kimsə gələrdi, ya vurub məni tapdalayardı, ya vurub məni öldürərdi. Maşın çıxardı mənim üstümə, tapdalayardı məni. Qardaşlar sağ olsunlar, gəliblər, indi getdilər. Deyirlər ki, nəsə lazımdırmı, ya yaxud o yan, bu yan. Belə olmaz axı, bu yola niyə nəzarət eləmir keçəcəz? Niyə baxmırlar bu yola? Bax, bu yolun yəsi hanı, bax, bu nədir belə deşiklər? Mən neçə dəfələrlə beləcə düşmüşəm. Bax, indi mənim motosikletim əzilib, bax, indi diskim əyilib, mənim plasmaslarım qırılıb, 700 modeli bunun plasmaslarıdır. İndi yaxşı, bəs mən indi nətər eləyim? Bax, indi bunu kim ödəyəcək indi? Bu nətər, özüm də əzilməyim cəhənnəmə, insanıq, əzilirik, sağalırıq, başa düşdük. Bəs yaxşı, bu malı kim təmin edəcək, qardaş? Mən yıxıldım, bəs malı da tullayaq, bir qırağa, düşürdüm maşının altına az qala. Qardaş sağa çəkməcədi, yıxılırdım, 50 ilə 60 ilə girdim bura. Latok özü görsənmirdi, ya hava da işıqlıdır. Çox da belə dərin latokdur, ya. Yəni, indi buradan bilmirəm necə görsən. Konkret, yəni, bildiyinlə boyda deşikdir ora, yəni. Belə şey olmaz axı, yəni, bura baxılmalıdır da, vallahi. Mən buranı tam yaxşı tanımıram. Burada uğur nəsə yazılıb, beləcə bir şey. Xırdalan yolu, Xırdalandır da borçumda, Xırdalan sayılır da bura. Belə olmaz axı, qurban olun, bu yola baxmaq lazımdır, belə şeylər olmaz. Bu indi, mən yıxıldım, indi gələn səfər indi kimsə 100% yıxılacaq, hansısa maşının altına vurub öldürəcəklər indi cəmaatı. Olmaz axı belə. Xahiş edirəm, zəhmət olmasa belə şeylərə baxılsın da, vallahi baxılsa yaxşı olar. Quran haqqı, belə şeylər olmaz axı. Görün yollar nə gündədir, yaman günündədir hər yer, Quran haqqı.